Mən bir dəfə bunun çəkmişdim, bu bulağı. Salyan rayonunda Tuşxanlı kəndin yaxınlığında belə bir bulaq var. Bulaq deyəndə bu kəşfət quyusu olub. Borunun görürsünüz də. Kəşfət quyusu olub. Sonradan yəqin ki, sərf eləmədiyinə görə bunu atıblar. Amma belə qazlı su çıxır və kimsə alışdırıb qazı. Yerli cəmaət bura dəri xəstəliklərini müalicə eləmək üçün gəlirlər. Çünki bu su ilıqdır temperatur olaraq. Həm də kükürd və şordur, duzlu sudur. Yəni, yeri cəmaatda adətən bura müalicə üçün gəlir. Axıb gedir. Axır gedir kanala. Ona görə deyir də, bu torpağın altı da, üstü də qızıldır. Qədrini bilən yoxdur. Bir gün bilərlər yəqin ki.